Təbii ki, xeyli dərəcədə bizim insanlarımızı qəbzlik narahat edir, ishal narahat edir. Bundan başqa panik atak narahat edir, əsəb, fobiya, qorxu. Deyir, mən metroya minə bilmirəm, avtobusa minə bilmirəm, qapı bağlananda evdə yatanmaram, mütləq qapının arasında nəsə qoymalıyam ki, görəm ki, biraz açıqlıq var, rahat yata bilim. Bunlar hamısı insanlara təbii ki, əzab verir, əziyyət verir və ailədə olanda, ailəli olanda da ailədə problem yaradır. Çünki əsəbi oyaq adamlar özündən qorxduğu kimi ətrafındakilərdən də qorxur və hər zaman əsəbləşirlər, əsəb gərginlik yaradırlar ailə atmosferində və nəticədə də xəstəlik daha da şiddətlənir. Bunların müalicəsində də çox gözəl nəticələrimiz var. Orada mən həmişə deyirəm ki, panik atak olanlar, fobiyası olan adamlar nevrozları müalicə eləmək üçün mütləq həkim o xəstəni özünə inandırmalıdır. Xəstə həkimə inananda, xüsusilə nevroloji xəstələr, orada çox gözəl nəticələr almaq olur. Bizim xəstələrimiz var, dostlaşmışıq. Deyir, doktor, valla mən inandım, ona görə sağaldım. Deyirəm, tamamilə düz deyirsən. İnam olmayan yerdə sinir xəstələrində, əsəb xəstələrində nəticə almaq mümkün deyil.